9-cu televiziya muğam müsabiqəsinin qalibi oldum. İnanırsınız, o qədər həyəcanlı aylar keçirdim ki, həqiqətən də ilk öncə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinə çox dərin təşəkkürümü bildirirəm ki, gənclərə çox böyük dəstək olurlar. Təbii ki, müsiflər, təbii ki, Azərbaycan televiziyası heç vaxt bizi orada tək buraxmadılar. İnanırsınız, bizlə bərabər sevinirdilər, bizlə bərabər kədərlənirdilər. O qədər yəni aparıcılarımız vardı, Xədicə xanım, Mümtaz bəy. İnanırsınız, elə o qədər bizə dəstək olurdular ki, həqiqətən də çox sağ olsunlar. Təbii ki, müsiflər heyəti də başda olmaqla və bir də mən təşəkkürümü bildirmək istəyirəm əməkdar incəsənət xadimi Çingiz Abbasova. Biz hansı ki, repertuarlarımızı Çingiz müəllimə verirdik. İnanın ki, o televiziyada görsənməsə də, amma çox, yəni o da çox böyük həyəcan keçirdirdi bizə görə və bizə çox böyük dəstək olurdu. Onu buradan salamlayıram və ona çox təşəkkürümü bildirirəm. Çox doğru söyledin. Repertuarın tutulması, hər ifaçıya təqdim olunmaq, gələn turlarda təkrarçılıq olmasın, daha fərqli. Bunlar çox önəm daşıyır.